Nazirliyinin qərarı ilə 2024-cü il 15 may tarixində dəyişiklik olunmuş etik prinsiplərdən danışacağıq. Əvvəlki etik prinsiplər isə 2014-cü ilin 6 noyabrı idi. Yəni elə də fərq yoxdur, çox ciddi fərqlər yoxdur. Xəfif cüzi dəyişikliklər və əlavələr var ki, biz indi onlarla sizinlə tanış olacağıq. Ümumiyyətlə bu etik prinsiplər nə işə yarayır? Nəyə görə bizim proqramımıza salınır? Nəyə görə testlərə salınıb? Qeyd elədiyim kimi, son dövrlərdə həm bağçalarda, həm məktəblərdə xoşagəlməz halların baş verməsi, həmin xoşagəlməz halların ictimaiyyətdə qınaq obyektinə çevrilməsi, müəllimlərə və tərbiyəçilərə qarşı olan ictimai etimadın azalması məhz belə bir birlikdə toxunuşların vacib olduğunu Nazirliyin diqqətinə çatdırdı və onlar xəfif dəyişikliklərlə yenidən yəni bu qanunu aktivləşdirdilər və dediyim kimi materiallarımıza əlavə elədilər ki, öyrənək və bilək. Bu etik davranış qaydaları, etik davranış prinsipləri məktəb müəllimlərində də çox ciddi şəkildə düşür bu testlərinə, əvvəllər də düşürdü. Nə üçündür etik prinsiplər? Kimlər əməl eləməlidir? Təbii ki, etik davranış qaydaları belə gedir. Təhsil verənlərin etik davranış qaydası. Təhsil verənin etik davranış qaydası deyəndə təhsil verən kimdir? Biz. Tərbiyəçi müəllimlər, məktəbdəki müəllimlər, fənn müəllimi, ibtidai sinif müəllimi, kurslarda işləyən müəllimlər, universitetdə, kolleclərdə, texnikumlarda, peşə məktəblərində, yəni ümumilikdə bütün təhsil müəssisələrində işləyən müəllimlərə, tərbiyəçi müəllimlərə aiddir. Onların bu etik qaydalara riayət etməsi şərtdir. Yaxşı, bəs etik qaydaların əsas məqsədi nədir? Odur ki, bağçalarda, məktəblərdə, ümumiyyətlə təhsil müəssisəsində əvvəlcə həm sağlam emosional, həm də psixoloji mühiti təmin eləsin. Üstəgəl vətəndaşların, yəni cəmiyyətin, insanların təhsil müəssisəsinə, müəllimlərə qarşı etimadının artırılması, təhsil verənlərin iştirakçılar arasındakı münasibətlərini düzgün idarə olunmasına, müəllimlərin nüfuzunun yüksəldilməsinə, müəssisələrin fəaliyyətində səmərəli və şəffaflığı təşkil etməsinə şərait yaratmaqdır. Əsas məqsədlər budur. İşgüzarlığı artırmaq, fikir ayrılıqlarının qarşısını almaq, münaqişələrin effektiv şəkildə həll olunmasına şərait yaratmaq ki, bu da dediyim kimi müəssisə daxilində təhsil verənlərin arasında baş verə biləcək halları nəzərdə tutur. Gəlin baxaq görün. Qanunla maddə ilə ehtiyac yoxdur. Yəni orada 2.1.2.2 görəcəksiniz. Onlara ehtiyac yoxdur. Sadəcə bu məktəbəqədər təhsil haqqında, ümumiyyətlə, daha doğrusu təhsil haqqında Azərbaycan Respublikasının qanunundan götürülmüşdür. Orada da hər şey bilirsiniz ki, maddə ilə, nöqtə ilə, bəndlə verilir. Bizə isə bu lazım deyil. Bizə lazımdır qanunçuluq etik prinsipi biz tərbiyəçi müəllimlərdən nə tələb edir? Qanunçuluq deyir ki, bu əvvəlki adlanan qanunun aliliyi idi. Etik prinsiplər bilirsiniz ki, dəyişiklikdən sonra diaqnostikada bu çərçivədə düşmüşdür. Gəlin baxaq görün, qanunçuluq deyəndə nəyi nəzərdə tutulur? Qanunçuluq deyir ki, təhsil verən, yəni biz müəllimlər, təhsil verən sözü deməyəcəm, müəllimlər əmək funksiyasının icrası zamanı Respublikamızın Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, xüsusən də Azərbaycan Respublikasının təhsil haqqında qanununa və Respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bura BMT-nin, nə bilim, UNICEF-in nəzərdə tutduğu qanunları, hüquqi normativ aktları tələblərinə əməl etməyi tələb edir. Belə çətindir, bizə belə bir şey soruşmurlar. Bizə nə lazımdır? Yaxşı, bir tərbiyəçi müəllim olaraq biz burada nə kimi diqqətlər öndə saxlamalıyıq? Burada bizə aid olan nədir? Bilirsiniz ki, müəssisələrimiz, yəni bağçalarımız, öz dilimizdə deyək də, qoy çətin olmasın, bağçalar idarə olunur nə ilə? Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu, təhsil haqqında qanun və nümunəvi nizamnaməyə əsaslanaraq idarə olunur. Və bağçada da ki, ali idarəetmə orqanı pedaqoji şura sayılır. Pedaqoji şurada gördüm atmadı. Aha. Deməli, bağçalarımız idarə olundu, bax bu normativ hüquqi aktlar və sənədlərlə və biz tərbiyəçi müəllimlər mütləq şəkildə bilirsiniz ki, hər bağçanın özünün nizamnaməsi olur. Nizamnamə nədir? Sənəddə bir növ necə deyirlər? Qaydalar, qanunlar orada yazılır. Məsəl üçün, mənim bağçam saat 7-dən 7-yə işləyir. 12 saatlıq bağçadır. Bizim iş saatımız 7-də başlayır, axşam saat 7-də bitir. Yəni bağçanın açılması və bağlanması. Amma burada elə müəllim var ki, məsəl üçün bizim rayondan olan ta ki
Ruhiyyə müəlliməmiz var. Onların bağçası 9-un yarısı açılır. Axşam da saat 5-də bağlanır, 6-da bağlanır. İndi 10 saatlıq yarımdır, 9 saatlıqdır, 10 saatlıqdır. Bizimki kimi işləmir. Deməli, onun iş saatı fərqlidir. Bu harda yazılır? Onların nizamnaməsində. Bağçanın nizamnaməsində. Bağçanın nizamnaməsi deməli, nümunəvi nizamnamaya əsasən hazırlanır və hər regionalın özünün təhsil idarəsinə göndərilir. Orada yoxlanılır və qəbul olunduqdan sonra o əsaslarda iştirak edir. Məsəl üçün, sizin qrupanız bağçanızda istəyirsiniz ki, qarışıq qrup açasınız. Amma sizin bağçanızda normal qrup var və qarışıq qrup var da, nəsə ehtiyac var. Görürsünüz ki, 3 uşaq gəlir, 5 uşaq gəlir. Müdiriyyət məlumatı göndərir təhsil sektoruna. Təhsil sektoru təhlil eləyir, yəni müraciəti dəyərləndirir və icazə verdikdən sonra bağçada qarışıq yaş qrupu açılır. Aydındırmı? Yəni bu hamısı nizamnamə əsasında mümkün olur. Bəs biz tərbiyəçi müəllimlər qanunculuq etik prinsipi deyəndə nə kimi bizdən gözləntilər var? Baxın, biz valideyn indi şəkil çəkmək məsələsinə gəldik. Məsəl üçün, mənim Instagram səhifəm var və mən orada uşaqların videolarını, məşğələlərini, şəkillərini paylaşıram. Əgər valideynlərdən icazə almamışamsa bununla bağlı, valideynlər məndən şikayət edə bilərlər. Onların hüquqları çatır ki, məndən şikayət eləsinlər. Və yaxud da mən əvvəlcədən valideynlərdən icazə almalıydım müəllimlər. Bütün valideynlərdən bir-bir icazə almalıyam ki, onlar icazə verirmi mənə uşaqlarının şəkillərini Facebookda, Instagramda, YouTube'da onların məşğələlərinin videolarını paylaşım. Əks halda qanunculuq etik prinsipini pozmuş olaram. Sonra bilirsiniz ki, bəzən bağçalardan günorta gəlir valideynlər uşaqlarını biraz tez götürməli. İşi çıxır və yaxud da nə bilim, hər an başqa yerə aparır, hazırlığa aparır və yaxud da bir loqoped yanına aparır, defektolog yanına aparır. Hər hansısa bir səbəbdən günorta yeməyindən sonra uşaqlar gedir. Bir neçə uşaq, bir uşaq olsun. Mütləq şəkildə ərizə yazdırmalıyıq. Bilirsiniz ki, bu yəni ziddir. Əgər mən icazəsiz, ərizəsiz valideynə uşağı təhvil verərsəm, günorta bir yoxlama gələr, hər hansısa bir fərq gələ bilər, bir hadisə baş vermiş olar. Halbuki uşaq necə olur? Adı həm bağçada gedir, eyni vaxtda həm bağçadadır, həm də filan yerdədir və yaxud da dediyim kimi yoxlama gələr. Axı sən səhər uşağın sayını 20 vermisən, günorta yeməyində artıq sənin uşağın ta ki 17-dir, 18-dir. Niyə? Artıq burada tərbiyəçi müəllim neynədi? Bağça daxili qaydaları tapdalamış oldu. Daha sonra işə gecikməkdir. Bilirsiniz ki, məsəl üçün, mənim iş saatım 7-də başlayır, bəzi bağçalarımızda 8-də başlayır, bəzi bağçalarda da 9-un yarısı. Qeyd elədiyim kimi, bu bağçanın iş saatından asılı olan bir şeydir. Əgər işə gecikirəmsə, yenə də qanunun aliliyini pozuram. Sonra başqa nə? Yəni bu kimi bağçanın daxili sənədlərlə bağlı, qanunlarla bağlı, maddələrlə bağlı hansısa bir səhv davranışım mənim qanunculuq etik prinsipini pozmağıma birlikdə dəlalət edir. Öz dilimizdə qeyd edirik ki, bu jurnaldır, bu sonra icazə məsələsidir. Məsəl üçün tibbi müayinədən keçməmişəm. Burada qanunculuğu pozur. Çünki qanunda deyir ki, tərbiyəçi müəllimin vəzifəsidir ki, tibbi müayinədən keçsin. Artıq gördünüz ki, burada pozulur. Yəni qanuna zidd olan davranışlarım qanunun aliliyini və yaxud da qanunculuq prinsipini pozan davranışlardır. İkinci etik prinsipimiz vicdanlı davranışdır. Adından da göründüyü kimi vicdanlı davranış əvvəlki adı vicdanlılıq idi. Səhv eləmirəmsə, əvvəlki yəni 14-cü ildə dəyişməmişdən qabaq. Evdə çox dəyişikliklər yoxdur. Deyir ki, əvvəlcə gəlin maddə ilə oxuyaq. Təhsil verən, yəni müəllim, cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Bu kitab dili deyək də. İndi bizə lazımdır öz dilimizdə, sadə, lakonik şəkildə, situasiyalara düşə biləcək şəkildə ki, baxaq görün vicdanlı davranış bizdən nə tələb edir? Vicdanlı davranış tələb edir ki, tərbiyəçi müəllim məşğələləri keyfiyyətli keçirtsin, səmərəli keçirtsin. Sonra məşğələyə əvvəldən hazırlaşsın. Başdan ötürdü eləməsin fəaliyyətlərini. Məsəl üçün, məşğələ keçəcəyi vaxtda uşaqların qabağına oyuncaq töksün ki, hə, oynayın, oynayın, mən jurnala yazın və yaxud da oynayın. Məsələn, başım ağrıyır, yorğunam. Ümumiyyətlə, biri var ki, arada, biri var ki, daimi olaraq. Yəni, artıq bilir ki, burada tərbiyəçi müəllim öz vəzifə funksiyasını burada da, necə deyirlər, ehmal eləyir. Yəni, vicdanla yerinə yetirmir, başını buraxır məşğələlərin. Burada neynədir? Keyfiyyətli və səmərəli məşğələ keçmədi. Vicdanlılıq nümunəsi olmalıdır, adından görüldüyü kimi. Bu da nədir? Uşaqlara qarşı düzgün münasibət.
Burada nə məsəl üçün, bilirsiniz ki, bəzən olur ki, əslində uşaqları, bizim Bakıda məsəl üçün 9-un yarısından sonra uşaqları, tapşırmışıq ki, gətirməyin də, çünki səhər yeməyinə gecikirlər. Amma indi bəzən olur ki, tutaq ki, hansısa bir səbəbdən uşağın biri gecikib. Valideyn də xahiş edir ki, müəllimə, bəs tutaq ki, həkimdən gəlmişik, yemək yeməyib, ona bir dilim pendir çörək versən bəs eləyir, tutaq ki, şirinçay ver, bəsdir. İndi bilirəm ki, valideyndə də təqsir, o gecikdirib. Hər hansısa bir səbəbdən fərq eləmir. Təbii ki, evdən gəlməyi nəzərdə tutmayın. İndi gecikibsiz, artıq səhər yeməyini yemisiniz. Vicdanınız əl vermir ki, o uşağı tutaq ki, bir dilim çörəklə yola verəsiniz. Göndərirsiniz dayəni, gedir oradan nə qalan kaşadan gətirir, şirin çayını gətirir, isti pendir çörəyini gətirir, yedizdirirsiniz o uşağa. Bu sizin vicdanınızın göstəricisidir. Yəni biz vicdanlıyıq. Vicdanımız imkan vermir ki, o uşağı nə bilim ac saxlayaq ya da ki, nə bilim bir dilim çörəklə yola verək. Bax bu bizim vicdanlı davranışımızdır. Və yaxud da gəzintiyə çıxırıq. Gəzintiyə çıxırıq, məsəl üçün qarışqalar görürsüz, nə bilim, indi uşaqda bağçada qrupda deyirəm ki, uşağa, məsəl üçün heyvanları sevmək lazımdır, heyvanları qorumaq lazımdır və nə lazımdır. Amma neynirəm? Özüm onların gözünün qabağında qarışqa yuvasını əzib keçirəm, ya nə bilim bir həşəratı qovub, pişik, get burdan, get burdan. Yəni artıq uşaq o qədər mən deyim ki, orada heyvanlara qayğı göstərmək lazımdır, onları öldürmək olmaz, nə bilim döymək olmaz, elə eləmək olmaz. Neynirik? Bunun yəni baxın görürsüz uşaqlar qarışqalar yuvalarını yemək aparır, onları öldürmək olmaz, onları əzmək olmaz. Bu özü elə vicdanlı davranışdır. Sonra bax belə vicdanlı, məsəl üçün məktəblərdə çox olur, ən çox məktəb nümunəsidir bu. Məsəl üçün məktəb müəllimidir, işdən çıxıb evinə gedir yolda. Bilirsiniz də yuxarı sinif uşaqları tez-tez yolda nə bilim biri-birinin toyuğuna kıç eləyir, başlayırlar yolda dalaşmağa. Müəllim də gedir evinə. Heç öz sinifi deyil, tanımır. Bəlkə də başqa sinifin məktəbin uşaqlarıdır. Bir ayaq saxlayır, o dalaşan uşaqları ayırır, nə bilim qaldırır yerə yıxılanın üstünü təmizləyir. Bunu eləməyə bilər. Düzdür? Amma vicdanı əl vermir ki, uşaqlar burada dalaşsın, nə bilim üzü gözü qan olsun. Və yaxud da bir yol gedirsən, görürsən ki, müəllim kimi deyirəm də, təbii ki, vətəndaş olaraq o heç. Görürsən ki, uşağın birinin halı pisdir və yaxud da dərsdə və yaxud da nə bilim tənəffüsdə olur da xəstələr, hansısa bir xəstəlik səbəbindən uşağın halı birdən-birə pisləşə bilər. Bu bizim işimiz deyil. Keçib gedə bilərik, yəni yolda da həmçinin. Amma keçib getmirik. Niyə? Çünki buna da vicdanımız əl vermir. Nə bilim, o uşağı otuzdurursan, suyunu verirsən, dərmanını verirsən, soruşursan, ailəsinə xəbər verirsən, ya da bilim, ehtiyac varsa təcili yardım çağırırsan. Bu kimi hallar hamısı nədir? Vicdanlılıq nümunəsidir. Uşaq da bizdən görür. Məsələn, görürsən, tutaq ki, filan müəllim tutaq ki, ayırdı, yəni qoymadı dalaşmağa, dərman verdi, halım pis idi, özümü yaxşı hiss eləmədim, mənə baxdı falan filan. Bunlar hamısı özü nədir? Vicdanlılıq nümunəsidir. Bağçada da belə. Yəni uşaqlara məşğələmizi səmərəli keçmək, valideynlərimizi səmərəli yerinə yetirmək, uşaqlara qarşı vicdanlı olmaq, düzgün münasibət göstərmək, onları gülər üzlə qarşılamaq. Daha sonra yəni vicdanlı olmaq, cəmiyyətdə də həmçinin işimizdə də vicdanla yanaşmaq, məşğələlərimizi səmərəli keçmək bizim vicdanlı davranışımızdır. Başqa nə var burada? Vicdanlılıq nümunəsi. Bizim bu fəaliyyətlərimizdəki digərlərinə də təbii ki, vicdanlılıq nümunəsi olur. Var loyallıq etik prinsipi. Köhnələr buna nədənsə sadiqlik deyirlər. Əvvəlki materialdan onların dilində belə qalıb. Sadiqlik, loyallıq sadiqlikdir. Sadiqlik nədir? Loyallıq daha doğrusu işlədiyi müəssisəyə sadiq olmaq. Və yaxud köhnə müəssisəsinə sadiq olmaq. Loyallıq deyir ki, tərbiyəçi müəllim öz müəssisəsinin, öz həmkarlarının, müdirəsinin haqqında bilib-bilmədən belə deyək də əsassız fikirlər söyləməməlidir. Gəlin qaydadan oxuyaq. Qaydada deyir ki, təhsil verən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onun rəhbərlərinin fəaliyyəti ilə əlaqədar möhtəzədə yazılıb ki, qanunsuz hallar istisna olmaqla. Təbii ki, qanunsuzsa o heç. Tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Yəni, lori dilində desək, lori dilində deyirəm, tərbiyəçi, ümumiyyətlə müəllim qeybətdir, haqqa girməkdir kimi məsələlərdən uzaq olmalıdır. Qeybət nə zaman olur? Yəni, bilib-bilmədən danışma. Haqqa girmək nədir? Bilmirsən, amma haqqına girirsən. Yəni, lori dilində deyirəm. Əsassız iddialar eləmək, yəni bu haqqa girmək kimi bir şeydir.
Öz müəssisəm, məsəl üçün, köhnə müəssisəmdir. Mən əvvəl burada işləmişəm, sonra elə oldu ki, yer dəyişmə elədim, yerimi dəyişmişəm. Həmən işləyəndə də orada elə idi və hətta görürəm ki, kimsə oradan bir xəbər gəlib çatır qulağıma. Deyirəm, mən işləyəndə də belə idi, elə idi, müdir belə idi, iş yoldaşlarım belə idi. Onlar imtahandan aşağı bal yığıblar, onlar heç nə bilmirdilər. Yəni burada götürüb qeybətini eləyirəm, faktlarında danışıram. Onların nüfuzuna xələl gətirəcək ifadələr işlədirəm, əsassız danışıram. Və yaxud da heç müdir olmasın, bağça olmasın, başqa məktəb haqqında, başqa bağça haqqında, polis idarəsi haqqında, Təhsil Nazirliyi haqqında əsassız iddialarla danışmaq, bu da loyallığı pozur. Məsəl üçün, ara-sıra olur deyirik, bu imtahan nəyə lazımdır? Burada artıq loyallıq pozulur. Və yaxud da keçən mən sınağa da salmışdım Telegramda. Valideyn, daha doğrusu müəllim deyir ki, məsələn, ən çox da valideyn, mən nümunədə belə yazmışdım səhv eləmirəmsə, valideyn iclasında müəllim deyir ki, dövlət bizim maaşlarımızı az verir, maaşımız heç nəyə çatmır. Bax, burada da loyallıq edirsən. Mən burada artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında dedikdə ictimai tənqidi mülahizələrimi yürüdürəm. Yaxşı, bunun yeri valideynə danışmaqdırmı? Valideyn mənim maaş məsələmi həll edəcəkmi? Loyallıq deyir ki, şikayətim var, yəni qanunsuz fəaliyyət halı və yaxud da hansı hüququ, haqqı tələb eləmək istəyirsənsə, bunun yeri var. Kiminsə yanında, qonşun Pakizə xalanın yanında, nə bilim, valideyn Əminə xanımın yanında belə söhbətlərin yeri yoxdur. Loyallıq bax bu deməkdir. Və yaxud da imtahan məsəl üçün o biri bağçanın müəllimləridir. Və o biri bağçanın müəllimləri tutaq ki, bir saylı bağçanın müəllimləri heç nə bilmirdilər. Onlar imtahanı yəqin bir-birinə kömək eləyiblər. Ona görə hamısı 50 yığıb. Onlar savadsızdılar və yaxud da məktəb müəllimləri filankəs işə pulla qəbul olub. O imtahan verməyib, onun adamı var. Yəni burada siz soruşur ki, biri hardan bilirsən? Deyirsən ki, bilmirəm də, məncə belədir. Bax bu artıq loyallıq prinsipinin pozulmasıdır. Bir də burada olmalı ikinci maddə. Hə, ikinci maddəyə baxın, deyir ki, təhsil verən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olmuş qaydalara əməl eləməlidir. Burada loyallıq prinsipi belədir. Səhv eləmirəmsə diaqnostikdə belə bir sual vardı. Tərbiyəçi müəllim sosial şəbəkələrdə özünü tərifləyir. Mən beləyəm, mən elə yaxşı müəlliməm, mən belə dərs keçirəm, mən belə məşğələ keçirəm, mən uşaqları sevirəm, mən. Burada da loyallıq pozulur. Loyallıq başqa da harda pozulur? Loyallıq pozulur həmkarımın haqqında danışanda. Məsəl üçün, oturmuşam burada sizinlə və yaxud mənim valideynlərlə ya da qonşumun yanında deyirəm ki, hə, Pakizə xala, bəs mən bütün əlləşirəm bu işlə, məşğələ keçirəm, ona hazırlaşıram, canım çıxır axşamdan materiallar kəsib düzəldirəm, jurnalı evə gətirib yazıram, barmaqlarım qırılır, amma Simençikim, tutaq ki, kim olsun, Aysel müəllimə heç nə eləmir, heç nə keçmir. Yəni bütün gün mən işləyirəm. O gəlir əli cibində gedir. Ancaq mən keçirəm. Mən özümü tərifləyirəm. Burada da həmkarım Aysel müəllimə haqqında danışdım. Gördünüz, burada da loyallığı pozuram. Yaxşı, sənin qonşun Pakizə xala neynəsin? Düzdür? Bax, belə hallarda loyallıq etik prinsipi pozulur. Diaqnostikin sualı idi bu. Sonra bir də özündən danışmaq. Mən beləyəm, mən eləyəm, mən beləyəm. Bax, bu da loyallıq etik prinsipini pozan bir haldır. Sonra Leyla müəllim. Aha, bəzən olur ki, bir situasiyada 2 variantlı testlər olur, onlara da gələcəyik. Axırda ümumiləşdirəndə qeyd eləyəcəm. Loyallıqdan başqa nə deyim sizə? Yəni burada həmkarım Aysel müəllimənin nüfuzuna xələl gətirəcək ifadələr işlətdim. Sonra müəssisə haqqında, məsələn, polis idarəsi haqqında bir ağzıma gələn danışıram, belə bir çıxması da, yəni doğru belə deyirəm ki, müəllimənin qeybət eləməsi, haqqa girməsi, bilib-bilmədən danışması loyallıq etik prinsipini pozur. Bu dediklərimi müxtəlif situasiyalarda, testlərdə görə bilərsiniz. Yox, Pakizə xalaya üçün maraqlıdır belə söhbətlər. Sonra üçüncü prinsipimiz, 4, mədəni davranışdır. Mədəni davranış etik prinsipi, müəllimlər, ümumi danışım, sonra axırda yenə də yadıma düşdükcə nümunələr qeyd edəcəm. Mədəni davranış prinsipi deyir ki, bu asandır. Təhsil verən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. Təhsil prosesinin iştirakçıları kimdir? Onu birazdan hüquq vəzifələrdən danışanda qeyd edəcəm sizin üçün. Təhsil prosesinin iştirakçıları təhsil alanlar, müəllimlər, uşaqlar, həmkarlarım, yəni bağçada olan daiyəsi, bağbanı, dalandarı, hamısı təhsil prosesinin iştirakçılarıdır və mən təhsil prosesinin iştirakçıları ilə münasibətdə nəzakətli və təmkinli olmalıyam. Bəli, hamısı. Yəni adını çəkmədim, metodisti, defektoloqu, loqopedi, hər kəs.
Bu da diaqnostika sualıdır. Deyir tərbiyəçi müəllim dairəsi ilə danışarkən, bu vaxt valideynlərdən biri buna şahid olur. Yəni təqribi belə bir test idi. Valideynlə dayəmlə dalaşıramsa, yəni səsimin tonunu qaldırıramsa, bəlkə indi ağzıma gələndə orada bir iki kəlmə istifadə eləyirəmsə, biraz qeyri-etik olur dərsiniz çox. Şablon sözlərdən istifadə elədim. Burada artıq mən mədəni davranışı pozuram. Həmkarımla dalaşıram, dayəmlə dalaşıram, metodistimlə nə bilim sözüm çəp gəlir, müdirimlə çəp gəlir, nə bilim qapıçımızla çəp gəlir, axranamızla fərq eləmir. Burada artıq mədəni davranışı pozdum. Çünki biz tərbiyəçi müəllimlər bu prinsipə riayət eləmək, nəzakətli və təmkinli, yəni özümüzdən çıxmırıq, əsəbləşmirik, söymürük, dalaşmırıq, qışqırmırıq və s. 2. Təhsil verən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir. Ola bilər ki, müdir mənə səhər-səhər bir irad bildirir. Ola bilər gecikmişəm, ola bilər hansısa bir fəaliyyətimdə bir nöqsan aşkarlanıb, jurnalda, məşğələmdə, indi kamerada var da baxır. Mütləq şəkildə dinləməliyəm tənqidi fikrini, hörmətlə yanaşmalıyam. Əgər doğrudan da yanlışım varsa düzəltməliyəm. Bu 1. 2. Açıq məşğələlərdə. Açıq məşğələlərdə bilirsiniz ki, biz dəvət edirik metodistlər, başqa bağçanın müəllimləri, müdir, valideynlər gəlirlər bizə, neynirlər? Müşahidə edirlər bizi. Axırda da iradlarını bildirirlər. Məsəl üçün, Arzu müəllimə durur, deyir ki, Can müəllimə, sən burada fərdi iş forması yazmısan, yox, qrup iş forması yazmısan, amma istifadə elədiyin iş forması fərdidir. Mən onu Cahan müəllimədən eşitmişəm. Məsəl üçün, Aysel müəllimə də əsəbləşir, deyir ki, yox, mən qrup işi görmüşəm, mən qrup işi yazmışam, qrup işi belə olur. Artıq görürsüz burada mədəni davranışı pozdur. Dinləməlidir. Bəlkə araşdırma, bəlkə doğrudan da Arzu müəllimə burada haqlıdır. Çünki bilirsiniz ki, fərdi işlə qrup işini müəllimlər biraz qarışdırırdılar əvvəllər. Burada dinləməlidir. Avtomatik olaraq etiraz bildirdi. Yəni özünü emosional oldu və özünü müdafiəyə keçdi avtomatik. Orada dinləməli idi. Arzu müəllimə də maraqlana bilərdi ki, necə, hardan, bəlkə doğrudan da yanlış, bəlkə ola bilər həyəcandan qrup yazmışdı, amma sonra da fəaliyyəti özü də bilmədən fərdiyə çevirib. Aydın dinləməli, dəyərləndirməli və hörmətlə yanaşmalıdır fikrə. Və yaxud da metodist durur deyir ki, mənə tutaq ki, Can müəllimə, sən idman dəqiqəsini gecikdirdin. Sən 11-ci dəqiqədə verməliydin, amma 16-cı dəqiqədə vermisən məşqəni. Mən də orada yəni əsəbləşmədən, bəli metodist haqlıdır, ola bilər fərqində olmamışam, həyəcanlanmışam, unutmuşam. Yəni iradları dinlədim, dəyərləndirdim. Yəni bu iradlar mənim növbəti fəaliyyətlərimdə düzəlişlər etmək üçündür. Və yaxud da iclasda valideyn gəlir, oturur və yaxud da iclas olmasın, səhər uşağını qoyanda, götürəndə telefon zəngi ilə müəllimə, bəs filan bağçada filan müəllim filan kəsi bu cür öyrədib. Onlar hərfləri yazırlar, oxuyurlar, 100-ə qədər saymağı bilirlər. Əsəbləşmədən ki, yəni bəli, biz proqramla işləyirik. Onlar ola bilər özəl müəssisədir. Bu yaşda uşağı bu qədər yükləmək olmaz. Heç yükləmək demirsiniz, proqramımızı gətirmək. Yoxsa ki, iclasda bəzən məsəl üçün belə bir situasiya ola bilər ki, testlərdə deyirəm də, deyər ki, valideyn durur deyir ki, müəllimə belə keç, bunu öyrət, onu öyrət. Mən də durub deyirəm ki, müəllim sizsiz, yoxsa mənə? Gəlin bundan sonra sabahdan siz işləyin mənim yerimdə. Artıq burada mədəni davranış pozulur. Yəni mədəni artıq görürsüz, kobudluq elədim də valideyni qarşı. Düzdür, yazıq canım, bir söz demədim, amma mədəni davranış pozulmuş sayılır. Sonra da sonuncusu da ki, yəni maddə 3-cüdə isə təhsil verən xarici görkəmli və çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır. Bu da yəni artıq şablondur. Bilirsiniz ki, müəllim deyir, müəllim kimi geyinməlidir. Ola bilər ki, elə müəssisələr var ki, təbii ki, məktəblərdən, universitetlərdən, kolleclərdən və bağçalardan gedə bilər. Məktəb müəssisənin vahid bir geyimi ola bilər. Bu geyimdə olmalıdır müəllim. Vahid geyimdə olmalıdır. Yoxsa əgər ki, yoxdursa, müəllim kimi geyinməlidir. Yəni səliqəli paltar, sonra müəllim kimi cıncıqlı-mıncıqlı, qızıllı, sonra nə bilim, pomadalı, duxulu, ətirli, uşaqların diqqətini çəkə biləcək məxsusi o belə çox zərli, zibalı paltarlar olmamalıdır. Müəllim kimi sadə, toya getmirik ki, biz düzdür və ya da təmiz. Hətta MİQ müəllimlərinə bilmirəm, müsahibədəmi, məktəb müəllimlərinə, yoxsa ki, sertifikasiya testdəmi belə bir sual düşmüşdü ki, yadıma da düşəndə gülər. Müəllimənin paltarında
pomidor ləkəsi var köynəyinin yaxasında. Bu zaman hansı etik prinsip pozulur? Bunu tez-tez yadıma düşür, görürəm, qabağıma çıxır. Burada təbii ki, mədəni davranışdır. Yəni rayon yerləri ola bilər, yağışlı bir günə düşə bilərik, ayaqqabımız palçıqlı, nə bilim, saçı daranmamış. Yəni belə vəziyyətdə müəllim işə gedirsə, bu zaman mədəni davranışı pozur. Bəli, uşaqlar baxımlı müəlliməni sevirlər. Yəni çox da cıncıqlı-mıncıqlı yox təbii ki, bəli. Belə, bu da mədəni davranış. Ümumiləşdirsək, məncə elə bil ki, heç bir şey qalmadı demədiyim. Geyimimiz səliqəli oldu, həmkarlarımızla danışmadıq, gözəl davrandıq, saçımız, başımız, ayaqqabımız səliqəli, təmiz, qəşəng oldu, iradları qəbul elədik, iclaslarda səbirli olduq, sonra səhvlərimizi qəbul etdik, düzəltdik, müdirin, valideynin, həmkarlarımızın fikirlərini səbirlə dinlədik və nəticə çıxartdıq. Bir sözlə müəllim, yəni səbirli olmalıdır deyəndə müəllim daş olmalıdır, yəni mənasında. Təbii ki, burada tənqid deyir. Bilirsiniz ki, tənqid başqadır, təhqir başqadır. Onlar ki, müsahibədə soruşa bilərlər ki, həmkarlarınız, müdiriniz sizi tənqid edir. Tənqid normaldır. Tənqid bax belə bir şeydir. Məsəl üçün, hə canım müəllim, sən bunu belə düz eləməmisən. Gələn dəfə bunu belə elə. Hə, yox. Ya səhv eləmişəmsə düzəldirəm, eləməmişəmsə öz bildiyimi eləyirəm. Bu, yəni tənqiddir. Amma biri var ki, gəlsin məni məsəl üçün söysün, acıqlansın, kobud ifadə etsin. O təhqirdir. Təhqir gedir konstitusiyamızın maddə nə bilim neçənci maddəsi, neçənci bəndindəsə, mən onu məhkəməyə verə bilərəm qarşı tərəfi. O başqa şeydir. Tənqid isə başqa bir şeydir. Tənqidi münasibət. Sənə görə bu belə ola bilər, mənə görə bu belə ola bilər. Lordində desək. Sonra başqa nə deyim sizə? Hələlik bu qədər. Keçək qərəzsizlik etik prinsipi. Qərəzsizlik etik prinsipi də mənə gəlir ki, çətin deyil. Qərəzsizlik deyir ki, təhsil verən, yəni tərbiyəçi müəllim işini yerinə yetirərkən qərəzsiz olmalı. İlqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə görə uşaqlar arasında bir də siyasi partiyalar, siyasi mənsubiyyətə görə fərq qoymamalıdır. Ümumiyyətlə biz özümüz də heç bir siyasi partiyanın tərəfini tutmamalıyıq. Bu birinci. Gəlin belə sadə dildə izah eləsək, yəni lordunda desək, tərbiyəçi müəllim uşaqlar arasında fərq qoymamalıdır. Yəni ay bu müsəlman deyil, ay bu nə bilim qaradərilidir, yox bu nə bilim kasıbdır, yox bu varlıdır, yox bu falan kəsin nəvəsidir, bəhmən kəsin nəvəsidir, uşağıdır. O valideyn mənə keçən acıqlanmışdı kimi uşaqlara qarşı fərq qoymamaq lazımdır. Bura aid olunur bir də cins məsələsi. Cins məsələsi bəzən testlərdə gender bərabərliyi ya da gender bərabərsizliyi kimi düşür müəllimlər. Burada məsələ nədən ibarətdir? Olar ki, testdə görərsiniz ki, müəllim qızla oğlan arasında fərq qoyur. Və variantlarda qərəzsizlik yoxdur. O zaman gözünüz gender bərabərsizliyini ya da gender bərabərliyi pozulduğunu axtarsın. Amma qalan halda etik prinsip olaraq qərəzsizlik etik prinsipi pozulmuş olur burada. Ancaq cins söhbətində, qız-oğlan söhbət fərqində etik prinsip olaraq bəzən siz görə bilərsiniz nəyi? Gender bərabərsizliyini. Qalan hallarda qərəzsizlik. Qərəzsizlik bir də deyir ki, müəllim öz nüfuzunu, maraqlı şəxslərin mənafeylərini, daha doğrusu özünün və maraqlı şəxslərin mənafeyini vəzifə funksiyasının icrasına təsir etməsinə yol verməməlidir. Yəni, özümə görə hansısa bir səbəbdən və yaxud da kiminsə xahişi ilə, kiminsə xətrinə görə uşaqlar arasında fərq qoymuram və işimə bunu sirayət eləmirəm. Məsəl üçün, bax, müsahibə suallarından biri də müsahibədə bizə soruşurlar ki, müəllimlərdən, bəs valideyn sizə yaxınlaşıb desə ki, hədiyyəsi də öz yerində, məsəl üçün deyir ki, müəllimə nə olur, mənim uşağıma biraz daha çox diqqətlə yanaşın, mən filankəs müəllimənin qohumuyam, baldızının nə bilim, gəliniyəm, kürəkəninin nə bilim qohumuyam, mənim uşağıma biraz daha diqqətlə yanaş. Burada artıq gördünüz, deməli, maraqlı şəxsin mənafeyi müəllimənin işinə təsir etmək ərəfəsindədir. Burada yol vermirik. Əgər yol verərsəm, artıq mən neylədim? Qərəzsizlik etik prinsipini pozdum. Bunu da istər-istəməz uşaqlar hiss edirlər. Bu məktəb uşaqlarında daha çox hiss olunur. Çünki onlar artıq kifayət qədər dərrakəli və hər şeyin fərqində olan uşaq. Amma bağçada da hiss edirlər. Uşağın birini sığallayırsan, o birisi gəlir ki, müəllimə mənə də sığalla. Ya da deyirsən ona ki, sən nə keçəcək? O birisi gəlir deyir ki, müəllimə bəs mən. Yəni onu uşaqlar o dəqiqə hiss edirlər. Sonra həmin uşağa qarşı aqressivlik yaranır.
müəllim onu çox istəyir, bizi çox istəmir. Onu itələyirlər. O məsəl üçün çox istənilən uşaq deyək də, dirsəkləyirlər, itələyirlər, ona qarşı aqressiya olur, onu öz oyunlarına qatmaq istəmirlər. Bu hamısı müəllimənin yol verdiyi o qərəzsizlik etik prinsipinin pozulmasından sonra baş verir. Ona görə də biz kənar təsirlərin işimizə müdaxilə etməsinə yol verməməliyik. Maraqlı şəxslərin və belə deyək də, özümüzün. Məsəl üçün, bu valideyn mənə keçən dəfə salam vermədi, mənə hədiyyə vermədi. Keçən dəfə mən o biri uşağının müəlliməsi olanda mənə tutaq ki, bir dəfə acıqlandı. Mənə dedi ki, sən mənim uşağımı vurmusan. Belə şeylər, yəni o elə valideynlər var ki, məsəl üçün biraz belə deyək də, xoş xasiyyətdə olmayan, xoş yox, biz dünən valideynlərlə işin təşkil edir o biri qrupda dərsimiz. Müəllimlər elə şeylər danışdılar ki, adamın əli üzündə qalır. Elə valideynlər olur ki, 4 dənə uşağı olur, biz onları birtəhər yola veririk. Yəni belə şeylər olanda müəllim qərəzsizlik etik prinsipini pozmamalıdır, bir sözlə. Qərəzsizliyi başqa nə deyim sizin? Hə, bayaqkı müəllimənin, Leyla müəllimənin qeyd elədiyi kimi əlaqələndirsək, qərəzsizlik etik prinsipi deyir ki, tərbiyəçi müəllim təlimdə bərabər imkanları qorumalıdır. Tolerant yanaşmalı, cins irq, müdirin nəvəsi söhbəti qoymamalı, sonra kənar məsələlərin də təsir etməsinə yol verməməli, siyasi olaraq birtərəf olmalı, konfliktlərə görə də uşaqlar arasında, yəni valideynlə, onun qohum-əqrəbası ilə olan konfliktlərin də işinə təsir etməsinə yol verməməlidir. Nöqtə. Keçdik ictimai etimada. İctimai etimadımız da bizim gəldik ictimai etimad ən yəni yerlərdə olan prinsipimizdir bizim, yerlərdə sürülür ictimai etimadımız. Müəllim təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Qanunda belə deyilir. Bu nə deməkdir? Gəlin hamısını oxuyum, sonra lord dilində izaha çevirək. Təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Və nəhayət təhsil verən, yəni müəllim çalışdığı müəssisənin, onun rəhbərliyinin fəaliyyəti barədə media subyektlərinin qanunvericiliklə müəyyən olmuş hallarda və qaydada doğru məlumat almasına kömək göstərməlidir. Birincisi, müəllim öz adını və nüfuzunu şərəf və ləyaqətini uca tutmağa borcludur. İctimai etimad deyir ki, müəllim hər yerdə müəllimdir. Məsəl üçün, mən həmişə dərsimdə bu nümunəni göstərirəm. Mənim yaşadığım yerdə əvvəllər məktəbdə müəllim işləmiş, hazırda pensiyada olan bir neçə müəllim var. Biz onlara hələ də müəllim deyirik. Salam filankəs müəllimə, salam Ema müəllimə, salam Sveta müəllimə. Yəni neçə ildir işdən çıxıblar ha. Dərs keçmir. Heç mənə də dərs keçmir. Elə qonşularım var ki, heç onlara dərs keçmir həmin. Amma onlar bizim üçün müəllimdir. 10 ildir işdən çıxıb, yəni pensiya yaşa çatıb çıxıb, xəstələnib çıxıb, fərq eləmir. İşləmir bu insan, amma müəllimdir. Yəni müəllim hər yerdə müəllimdir. İctimai etimad da deyir ki, müəllim öz adını, nüfuzunu qorumalıdır. Bilirsiniz ki, bir müəllim əgər bir yanlışlıq edəndə, o bütün müəllimlərin adına ləkə salır. Məsəl üçün nümunə. Məsəl üçün bir video çıxır Telegramda və yaxud da Telegram demək, TikTokda tutaq ki. Amma TikTokum yoxdur. Görür, orada video var ki, müəllim uşağı yedizdirən yerdə qolunu sirkələyib ya da başına vurub qapazı. Aləm dəyir bir-birinə. Bütün Azərbaycanın nə qədər bağça müəlliməsi varsa, hamısının nüfuzu yerə yəni sürünür yerlərdə. Niyə? Hamının fikrində belə bir sual var. Görəsən mənim uşağımı da bağçada belə eləyirlərmi? Görəsən bizim müəlliməmiz də uşağı vururmu? Ax, görmürlər. Yəni indi özəl bağça heç də dövlət bağçası. Avtomatik nə oldu? İctimaiyyətin etimadı sarsıldı. Ona görə də müəllim müəssisəsinin nüfuzunu möhkəmləndirməli, öz adını uca tutmalıdır ki, bütün müəllimlərin adını uca tutmuş o hesab olunsun. Düzdür? Yəni mənim bir yanlış davranışım, mənim səhv bir davranışım bütün həmkarlarımın adını ləkələyir. O yeşikdə çürük alma misalı kimi. Nə oldu? Artıq bütün ictimainin etimadı yerdən bir oldu. Avtobusda gedirəm, məsəl üçün. Ola bilər ki, heç xəbərim yoxdur. Arxada köhnə bir valideynim, qonşum, məktəbimizin, bağçamızın hansısa bir işçisi, onun yoldaşı, atası, kimisə avtobusda bir, nə bilim, mən durub şoferlə dalaşıram. Nə bilim, başqa bir sərnişinlə yer üstündə dalaşıram. Gedib deyəcəklər ki, Cahan müəllimə belə elədi. Daha deməyəcəkləri sərnişin belə elədi. Aydındır? Yəni müəllim hər yerdə müəllimdir. Sonra kobudluq etməməliyəm, yəni digərlərinə qarşı və ya da elədim. Belə bir hal olmuşdu, həmişə bu nümunə göstərirəm mən də. Müharibə vaxtı
Bir məktəbin müdürü, direktoru, məktəbin direktoru olur. Sosial şəbəkələrin birində bizim Mina atamız var deyib, topçu oğlanın adı yadımdan çıxdı. Topçu Vüsal. Topçu Vüsalın videosunun altında nalayiq ifadələr yazmışdı. Sosial şəbəkələrin birində. Hamı da onu qınamışdı. Hamı da onu qınamışdı ki, bəs sən niyə əsgərimizə belə deyirsən, elə deyirsən. Burada elə bil ki, müəllim bilməmişdi. O sonra çıxış elədi, dedi ki, video paylaşdı, dedi ki, mən bilməmişəm o Azərbaycan əsgəridir. Üzr istəmişdi xalqdan, millətdən, Topçu Vüsalın ailəsindən. Hələ dedilər ki, onun ailəsini ziyarətə də gedib. Yəni bilmədən beləliklə söyüb, nalayiq ifadələr işlədib, amma sonra səhvinin fərqində olub və çıxıb üzr istəyib. Burada bax nə deyir? 2-ci maddə deyir ki, təsvir etik davranış qaydasını pozarsa, nəticəsini aradan qaldırmalı və ictimaiyyətin etimadını bərpa etməlidir. Yəni səhv elədiyim, onlar da insanlıq, yəni ağzımızdan çıxdı, dalaşdıq, söydük, neynədiksə, sonra da səhvimi aradan qaldırmağı bilməliyəm. Bax, bu da bizim ictimaiyyətin etimadını bərpa eləməyimizin yolu. Və yaxud da bu yaxında bir şey oldu. Bağçaların birində, Bakı bağçalarında səhv eləmirəmsə, bağçanın divarından hansısa bir beləliklə, nə bilim, taxta parçası qopub düşmüşdü. Uşağın biri xəsarət almışdı. Jurnalistlər getmişdi oradan reportaj almağa. Jurnalisti bağçanın içinə salmırdılar, itəlirdilər. Jurnalistin bilirsiniz ki, işi odur ki, dəqiq məlumatları öyrənib, ictimaiyyəti diqqətinə çatdırsın. Bizim də, yəni bir müəllim olaraq, bir müəssisə olaraq vəzifə borcumuzdur ki, həmin jurnalistin dəqiq məlumat almasına və ictimaiyyətə dəqiq məlumat çatdırmasına şərait yaradaq. Amma onu edirlər, itəliyirdilər. Təbii ki, divardan bir qəlpənin çıxıb yerə düşməsi nə müəllimənin günahı deyil, nə müdirin günahı deyil. İnfrastrukturdur da, qopdu düşdü, oldu. Bir fövqəladə vəziyyət kimi. Divardan bir mismarın qopub yerə düşməsinin müəllimədə təqsir var? Yox. Biz oradan bir müəllim çıxmalıydı, bir müdür, bir nə bilim, nə deyirlər ona, ambarda, savxoz dildə, köhnə dildə, həmişə o söz yadımdan çıxır. Təsərrüfat müdürü çıxıb jurnalistə məlumat verə bilərdi ki, yəni gözlənilməz haldır, tədbir görülür, biz artıq müraciət eləmişik, gəlib remont edəcəklər falan, uşaq da yaxşıdır falan. Çıxıb bir kəlmə demədilər. Jurnalisti itələdilər, kobudluq elədilər. Burada nə var? Burada 3-cü maddə. Deməli, media subyektlərinin müəyyən olmuş halda məlumat almasına kömək göstərilmədi. Bu da ictimai etimadın pozulmasıdır. Və ya da başqa da hansısa bir hal olur. Yəni, yalan, yanlış məlumat, bayaq dediyim kimi, məsəl üçün, bizim bağçaların birindən video paylaşılıb, xoşagəlməz bir video paylaşılıb. Jurnalist də alır mikrofonunu, kamerasını, gedir bağçaya məlumat almağa ki, bu hal doğrudan mı bağçada olub? Niyə belə bir hal olub? Neynirlər? Onu qoymurlar, itəliyirlər, kobud ifadələrlə belə bağçada çıxar. Halbuki bir nəfər çıxıb məlumat verə bilərdi ki, bəli, bizim bağçada olub. Olsa da hamı bildi ki, bu bağçadadır da, adı çəkilir. Xəbərlərdə də deyirlər ki, həmin filankəs işdən çıxarılıb. Bir kəlmə. Bəli, belə bir hal baş verib, ictimaiyyətdən bununla bağlı üzr istəyirik və həmin müəllim ilə dayə ilə bağlı protokol tərtib olundu və həmin şəxs işdən azad olundu. Bir kəlmə bunu demirlər. Burada artıq ictimaiyyətin etimadı pozulur. Və ya da bu qida məsələsidir. Bilirsiniz ki, tez-tez bağça qidaları ilə bağlı xoşagəlməz iddialar olur. Orada nədir? Bütün hamı əlində telefon başına yığır bizə. Müəllimə, xəbərlərdə belə bir şey gördüm. Bizim yeməklərimiz təmiz idi. Hardan gəldi? Artıq nə oldu? İctimaiyyətin etimadı sarsıldı. Ona görə də biz ictimaiyyətin etimadını yüksək tutmalıyıq. Belə halların baş verməsinə qarşı çıxmalıyıq. Bayaqki nümunə vardı. Bayaq sizə dediyim, dayə ilə dalaşır. Tərbiyəçi müəllim diaqnostikanın sualıdır. Dayə ilə dalaşır. Sözümüz çəp gəlib də insanlıqla, həmkarımla dalaşırım. Bu vaxt uşağını götürməyə valideyn gələn Əminə xanım bizim razborkamızı, söhbətimizi eşidir. Artıq sarsılır. Deyir ki, buna bax, Can müəllimə, yaxud da Aysel müəllimə həmkarına nə dedi, necə dalaşdılar falan kimi. Burada nə oldu? Birinci pozulan etik davranış oldu mədəni davranış. Çünki mən həmkarımla dalaşdım. İkinci pozulan etik davranış isə oldu ictimaiyyətin etimadı. Çünki Əminə xanım valideyn də axı hadisənin şahidi olub. Əminə xanım ictimaiyyətin üzvüdür və deyir ki, Cahan müəllimə, gör necə aqressivdir, gör necə dayəyə qarşı bir, gör uşaqların yanında görəsən bu necə hərəkət eləyər. Artıq nə oldu? İctimaiyyətin etimadı mənə qarşı sarsıldı. O gedib başqasına deyəcək, ailəm biləcək ki, bağçada belə hallar olur və
etimadımız sarsılacaq. Bax, orada etik prinsip iki variantlı test idi, diaqnostikanın sualı. Orada variantda seçməli idi. İctimai etimadı və mədəni davranışı. İki variantlı test olub. Bu belə. Baxım nə qaldı demədiyim ictimai etimaddan. Üçünü də dedik. Yaxşı, müəllim hər yerdə müəllim olmalıdır. Kobudluq edərsə, səhv edərsə, kimisə həddini dəyərəmsə, belə deyək də, xoşagəlməz ifadələr işlədərəmsə, bu çəkilib paylaşılarsa, istəmədiyim, yəni xoşagəlməz, doğrudan da etik davranışı pozan bir hal olarsa, həmin səhvimi aradan qaldırmalıyam. Yəni bir sözlə, insanlıqda səhv edə bilərik. Və nəhayət 7-ci etik prinsip biraz uzundur, adı belə gəlir. Yox, elmi dildə ehtiyac yoxdur. Amma bilsəz də yaxşı olar. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf ləyaqətinə, işgüzar nüfuzuna hörmət səriştə deyirmi, prinsipidir. Köhnə dillə bu köhnədə, yəni 14-cü ilin etik prinsiplərində orada vardı, deyim sizə, nə idi oradakı prinsipin adı? Peşəkarlıq və fərdi məsuliyyət, bir də konfidensiallıq. Onlar yoxdur. Peşəkarlıq və fərdi məsuliyyəti salıblar vicdanlı davranışın içinə. Konfidensiallığı isə bu insan hüquqlarına hörmət prinsipinin içinə. Qısaca deyəcəm, insan hüquqlarına hörmət. Bu prinsip deyir ki, hansı ki uşaqların hüquqları vardır. Gəlin səhifəni çevirim sizin xətrinizə. Bax, uşaqların hüquqları var. Təhsil alanların, təhsil alanlar. Təhsil alanların hüquqları. Təhsil alanların hüquqları, təhsil alan kimdir? Uşaq. Uşaqların hüquqlarını qorumaq kimin vəzifəsidir? Mənim, yəni tərbiyəçinin. Məhz tərbiyəçi əgər uşaqların hüquqlarını pozan bir hallarla qarşılaşırsa və yaxud da buna şərait yaradırsa, hüququ pozana da səsini çıxarmırsa, bu etik prinsip pozulur. İndi sadələşdirəcəm sizin üçün. Bilmirəm, deyəsən sınaqda deyəsən, imtahanda deyəsən o var idi, buna aid bir prinsip. Elə bu adla da düşmüşdü. Orada belə bir nümunə vardı ki, qonşu sinifin, qrupun müəlliməsi uşaqları deyəsən söyür, belə bir ifadə, ya da dayə idimi, səhv eləmirəmsə, kimin yadındansa aşağı yazar, düzəldərəm cümləmi. Deməli, siz də deyir, bu zaman müəllim də heç nə eləmir, keçib gedir. Səhv eləmirəmsə döyür, haysan, döyür. Deməli, eşidirsiniz ki, qapı da açıqdır da, indi elə başlayarlar ki, qrup yaxındır. Eşidirsiniz ki, digər qrupun müəlliməsi yatmayan uşağı döyür, itələyir, sirkələyir. Döymək biraz şey çıxır, biz 4 il oxuyuruq ki, uşaq döyək. Testin özü də, yəni, xoş gəlmir belə testlərdən. Sirkələyirəm, tutaq ki, uşağı ki, hə, sən niyə yatmırsan, acıqlanam üstə. Artıq burada mən neynərəm? Mən görürəm ki, həmkarım uşağın hüququnu pozur. Nə olsun ki, mən silkələnmirəm, nə olsun ki, mən acıqlanmıram. Bəli, bax, deyirsiniz ki, aha, nə olsun ki, mən, amma eləyən var, eləyənə göz yumuram. Yəni, belə deyək də, bunu müəllimlərimə izah edə həmişə belə bir nümunə göstərirəm burada. Biri var, cinayət törətmək. Bu, zaten, yəni, bilirsiniz ki, iş düşür də buna. Biri var ki, cinayəti bilib susmaq. Buna da iş düşür, bilirsiniz, qanunla. Yəni, bu prinsipin pozulması tərbiyəçi, məsəl üçün, gəlib görürəm ki, və yaxud da otaqdayam, indi sizə alternativini deyəcəm. Gəlib görürəm ki, günorta simenim dəyişir, tez gəlmişəm bugün, biraz tez gəlmişəm. Həmkarım hələ çıxmayıb, görürəm ki, yataq otağındadılar, dayə uşaqları yerləşdirir, o da kömək eləyir. Hələ tezdə onun simeni bitməyib. Görürəm ki, uşaqları silkələyir ya da qolundan çimdikləyir ki, yat, durma, yat. Mən də təzə gəlmişəm də işə, hələ simenin başlamasıdır, artıq otaqdayam. Və buna səsimi çıxartmıram. Nə olsun ki, mən çimdikləmədim, nə olsun ki, mən vurmadım, mən yaxşı müəlliməyəm, mən vicdanlıyam. Amma eləyənə də səsimi çıxartmadım axı. Deməli, burada bəli, uşağa fiziki zorakılıq var. Heç fiziki olmasın, psixoloji olsun. Yat səni yoxsa döyəcəm, yat səni xoxanlara atacağam. Biz yaxınlaşıb onu düzəltməliyik. Olmaz. Bu zaman otağa mən girməz. Əvvəlcə təbii ki, uşaqların hüquqlarının pozulduğunu dilə gətirirəm. Dilimə gətirirəm ki, bəs sən uşağın hüququnu tapdalayırsan da, bu belə olmaz, belə davranmaq olmaz. Bunu elə dedimmi, ikinci onun özünə, yəni başa düşəcəyi dildə müəllim kimi deyirəm ki, bəs olmazdı mən girim içəri, onlar da başqası girsin, səni işdən azad eləyərlər, belə davranmaq olmaz uşağa. Bu da onun başa düşdüyü dildədir. Əgər səsimi çıxartmıramsa, elə o uşağı vuran müəllim qədər mən də günahkaram. Deməli, bu prinsip pozulur. Əgər uşağın hüququ pozulursa, müəllim bu etik prinsipi, insana hörmət prinsipini pozur. Yəni,
belə deyək də, burada yazılıb ki, həmçinin deməli, müəllim hərəkətə yol verməməli və hərəkətsizliyə. Hərəkət özü eləməkdir. Hərəkətsizlik isə eləyənə göz yummaqdır. Bu bir. Bu zaman insana hörmət prinsipi pozulur. Xatırlayırsınızsa diaqnostikanın o sualını, orada variant bu prinsip olmalı idi. Bilmirəm, indi səhv yazanlar da çox olub. Orada prinsipi, bilmirəm, deyəsən vicdanlı davranış götürən olub, bilmirəm, qanunculuq götürən olub. Oradakı testin cavabı bu etik prinsipi idi. Deməli, uşaqların hüququnu qorumaq mənim vəzifəmdir. Əgər o prinsipi pozuramsa, insanın hüquq azadlığına, qanun maraqlarına, şərəf və ləyaqətinə hörmət prinsipini pozmuş oluram. Bu bir. İkincisi, həmkarımın da başına belə bir şey gələ bilər, müəllimlər. Olar ki, kobud davranmaq başqadır, fiziki şiddət göstərmək başqadır. Səfərova. İkinci belə bir hal həmkarımın da başına gəlmiş ola bilər. Həmkarımı əsassız iddialarla şər ata bilərlər. Onu eləmədiyi bir şeyi günahlandıra bilərlər. Valideyn ola bilər, müdiriyyət ola bilər, digər həmkarımız, dayəmiz, müdiriyyətimiz ola bilər. Və mən bunun şahidiyəm ki, ta ki o bunu eləməyib. Nə bilim mən, uşaq vurmaq olsun özü elə. Bilirəm ki, bunu eləməyib və yaxud da nə bilim, o yazmayıb, o sındırmayıb, o dağıtmayıb, o deməyib və s. və axır. Artıq burada həmkarımın da tərəfini tutmaq lazımdır. Yəni tuturam ki, qoy eləsinlər, qoy ta ki o müəllimə danlasınlar, qoy ona nə idi onlar da şey yazsınlar. Yadımdan çıxdı. Sözlər də yadımdan çıxır danışanda. Xəbərdarlıq. Bunların hamısına, yəni həmkarımın da hüquqlarının tapdalanmasına, şərəf və ləyaqətinin alçaldılmasına göz yummamalıyam. Təbii ki, qeyri-qanuni, töhmət, qeyri-qanuni hallar yoxdursa. Sonra, ikincisi, konfidensiallıqdır. O konfidensiallıq gizlənib indi bax bu 7-ci prinsipin içində. Gördünüz ki, o testdə yazılıb ki, tərbiyəçi müəllim ona məlum olan, mən onu sınaqların birində salmışdım, müdərisi sınaqlarımda, səhv eləmirəmsə, martda olan sınağımda. Tərbiyəçi müəllim uşağın xəstəliyi haqqında məlumat bilir və bunu gedir həmkarlarla müzakirədə, söhbətdə müzakirəyə çıxardır. Burada hansı etik prinsip pozulur? Orada görürsünüz, yəni ki, konfidensiallığı axtarıb, amma konfidensiallıq olmadığı üçün o gizlənir. Bax burada, baxın 2.7.2-də deyir ki, təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla vəzifəsinin icrası ilə bağlı təhsil alanın, valideynin və digər qanun nümayəndə sözü keçdik. Yəni o qəyyumda olan, məsələn, elə uşaq var ki, atası, anası yoxdur, babası, nənəsi və ya da atalığı, analığı ola bilər və həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir. Konfidensiallıq deyilmi? Konfidensiallıq. Amma görürsünüz, başlıq dəyişib. Deyirəm, testdə gördünüz ki, konfidensiallıq yoxdur, bilin ki, bu prinsipin pozulmasıdır. Konfidensiallığın pozulması halında da iki prinsip pozula bilər. Gördünüz ki, iki variantlı testdir. Bir bu, bir də ictimai etimad. Və ya, bax, məsəl üçün, siz valideynlərsiniz, iclasa gəlibsiniz, mən də müəlliməyəm. Gəlməyib, tutaq ki, əlinin maması iclasa gəlməyib. Mən də qayıdıb deyirəm ki, əlinin maması, nə bilim, boşanıb, o 20 saat işləyir, ona görə iclasa iştirak eləməyib. Bəs digər valideynə nəyinə lazımdır ki, əlinin valideyni boşanıb? Bu zaman tutaq ki, Zəhranın maması da ürəyində şeydir. Buna baxın, əlinin mamasının bütün belə də sirrini zadını açdı tökdü bizim yanımızda. Bunun ağzında söz qalmaz ki, onda mən bunun yanında heç nə danışmayım. İstər-istəməz Zəhranın mamasının mənə qarşı ictimai etimadı sarsıldı. Yəni o ikili prinsiplər bax bu belə yerlərdən meydana gəlir. Aydındır? Əsas pozulan prinsip konfidensiallıq, yəni insana hörmət prinsipidir. Yanında bir dənə prinsip soruşsalar, könül rahatlığı ilə bu ikinci prinsipin adını götürəcəksiniz. Sonra üçüncü də deyir ki, təhsil verən vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünü və digər şəxslərin mənafe üçün istifadə etməməlidir. Bu da işimizlə bağlı, iş yerimiz, jurnalımız, müdürümüz, materiallarımız, və s. və axır. Bağçanın daxili məsələlərini digər şəxslərin, üçüncü şəxslərin bilməsinə icazə və şəraitin yaratmamasını tələb edir. Doğru dilində desək, başqa əlavə nə qeyd edə bilərəm insana hörmət prinsipinin içinə?
Mhm. Bir sözlə uşaqların bu etik prinsip insanların, yəni uşağın, valideynin, həmkarımın hüquq vəzifələri, daha doğrusu hüquqlarına hörmətsizlik etməməliyəm, onları qorumalıyam, əlimdən gəldiyi qədər konfidensiallığı təmin etməliyəm. Təbii ki, qanunla müəyyən olunmuş hallar istisna olmaqla bağçamızın da daxili məsələlərini orda-burda Pakizə xalanın yanında danışmamalıyam. Bu da belə. Bu etik prinsiplə ümumiləşdirsək, məsəl üçün, mənə gəlir ki, diaqnostikdə tərbiyəçi müəllim ictimai etimadı qoruması zamanı təhsil prosesinin iştirakçıları ilə davranışda səliqə-səhmanlı olmalıdır. Yəni bir sözündə kimdir təhsil prosesinin iştirakçıları? Təsisçilər. Təsisçilər əvvəllər gedirdi bələdiyyə, amma indi təhsil sektoruna, yəni o regional təhsil idarələri var. Təsisçilər onlar hesab olunur, Təhsil Nazirliyi hesab olunur. Təhsil alanlar, uşaqlar, rəhbər, müdir, yəni pedaqoji işçilər. Tərbiyəçi müəllimdir hazırda bu dəqiqə bağçalarda aktiv pedaqoji işçi, metodistdir, defektoloq, loqoped, psixoloqların adı çəkilsə də özləri olmasalar da faktiki olaraq yəni ştat var və musiqi rəhbərləri pedaqoji işçi sayılır. O pedaqoji şuralarda da məhz burdakı pedaqoji işçilərin iştirakı ilə keçirilir ki, o ayrıca bir mövzudur. Digər işçilər var. İşçi heyəti, tibb işçisi, texniki işçi, dayələr, valideynlər, uşaqların qanuni nümayəndələri, qanuni nümayəndə yenə deyirəm, onlar ki, ata-anadan məhrum olmuş valideynlər olur, baba-nənənin himayəsində olur, onlar qanuni nümayəndə olur və yaxud da elə ata-anası sağ ikən uşağın biri keçir babanın, nənənin nüfuzuna, bu da qanuni nümayəndə olur. Bir də uşaq evlərindən alınan uşaqların da ata-anası onların qanuni nümayəndəsi hesab olunur. Yəni qanuni nümayəndə deyəndə onlar nəzərdə tutulur. Və orada indi əlavə olaraq bələdiyyə və idarəetmə orqanları yazılıb. Bu köhnə məktəbəqədər təhsil haqqında nümunəvi nizamnamədə nümunədir. Orada bir sıra dəyişikliklər, yəni material, proqram dəyişsə də xəfif dəyişikliklər hələ olacağı gözlənilir. Sonra kimlər var başqa təhsil prosesinin iştirakçısı? Yəni bağçaya girib çıxan, bağça ilə əlaqəsi olan hər kəs təhsil prosesinin iştirakçısıdır. Uşaqların hüquqlarına gəlin sizinlə baxaq. Uşaqların hüquqları bir çox hissəsi, demək olar ki, hamısı müəllimlər tərəfindən gözlənilməli, valideynlər tərəfindən qorunmalıdır müəllimlər. Birincisi, həyat və sağlamlığı üçün təhlükəsiz şəraitdə, mənəvi, psixoloji cəhətdən sağlam, pedaqoji mühitdə keyfiyyətli təhsil almaq. Qabağı sizi çaşdıra bilər. Yəni uşağın işi nədir? Uşağın işi təhsil almaq. Yəni açar sözlər təhsil almaq. Kim təhsil alır? Mən təhsil almıram ki. Valideyn təhsil almır ki. Kim alır? Uşaq təhsil alır. Sonra şəxsiyyətinin alçaldılmasına, mənəvi, psixoloji sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixi zorakılıqdan qorunmaq. Kim qorunmalıdır? Kim müdafiə olunur? Uşaq. Kim qoruyur? Kim müdafiə edir? Mən. Yəni bir növ həmişə də bunu qeyd edirəm ki, uşaqların hüquqları biz müəllimlərin vəzifə borcudur bir növ. Sonra uşaqların müdafiə olunmaq. Yenə də baxın burada deyir ki, zərərli məlumatlardan, mənəvi, psixoloji vəziyyətdə təsir edən o zərərli məlumatlardan müdafiə olunmaq. Kim müdafiə olunur? Uşaq. Uşağı müdafiə etmək lazımdır. Bizim də işimiz olur. Ödənişsiz tibbi xidmətdən istifadə etmək. Bilirsiniz ki, yəni ümumiyyətlə uşaqların tibbi xidmətdən ödənişsiz şəkildə istifadə etmək hüququ var. Olar ki, uşağın nitq qüsuru var, eşitmə, görmə qabiliyyətində zəiflik var. Korreksiya olunması üçün dövlət tərəfindən ödənişsiz şəkildə tibbi xidmətdən istifadə etmək hüququ var. Kimin? Uşağın. Bu sizə müəllimənin ildə bir dəfə tibbi müayinədən keçməsi ilə qarışdırmayın. Müəllimənin vəzifəsidir tibbi müayinədən keçmək. Uşağın isə hüququdur tibbi xidmətdən istifadə etmək. Sonra müəyyən olunmuş normativlərə uyğun keyfiyyətli qida ilə təmin olunmaq, asudə vaxtın səmərəli təşkili, meyl və maraqların reallaşması və yaradıcılığın üçün şərait yaratmaq. Yəni bunları hamısını kim eləyir? Bir dənə düzdür, tibbi xidmətlə biz təmin eləməsək də uşaqların hüquqları nələr oldu? Təhsil almaq, müdafiə olunmaq, burada artıq tibbi xidmətdən yararlanmaq, təmin edilmək, Görürsünüz, yəni kim? Uşaq. Rahat yadda saxlamaq üçün bilin ki, kimlər təmin olunur, kimlər təhsil alır, kimlər müdafiə olunur? Təbii ki, uşaqlar. Rahatdır. Uşaqların hüquqlarını tapmaq testdə rahatdır.
Əvvəlki, məktəbəqədər təhsil nümunəvi nizamnaməsində uşaqların vəzifələri bölməsi var idi. Mən onu özüm materialımı da səhv eləmirəmsə salmışdım. Amma sonraki maddələrin birində bilirsiniz ki, ara-sıra maddələrin bəzilərində dəyişikliklər olur. Sonrakı illərin birində, uşaqların bağça yaşlı uşaqların vəzifələrinin üzərinə xətt çəkilib. Ona görə də biz onları, bağça proqramından götürdük. Amma məktəb müəllimlərinin yəni dərsində uşaqların da vəzifələri var. Sadəcə 1-6 yaşa hələ ki aid eləmədik, körpədilər deyə. Var təhsil Ancaq verənlərin Cəhanə müəllimə, çox üzr istəyirəm. kiçik təhsil verənlərin, yəni tərbiyəçi müəllimlərin hüquqlarına. Biz tərbiyəçi müəllimlərin də hüquqları nədir? Normal təhsil, yəni daha doğrusu normal iş şəraiti ilə təmin olunmaq, təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak eləmək, idarə etmənin təkmilləşməsi ilə bağlı təkliflər irəli sürmək. Bu nədir? Məsəl üçün, pedaqoji şuralarda təkliflər irəli sürə bilərəm, idarə olunma ilə bağlı ideyalarım varsa onları təklif edə bilərəm, hansısa bir təşkilatçılıq irəli sürə bilərəm, belə bir hüququm var. Normal iş şəraiti, yəni uçuq-sökük binada yox, yaxşı bir bağça istəmək, yaxşı bir şərait istəmək mənim də hüququmdur. Şərəf və ləyaqətimə hörmətlə yanaşılmasını tələb eləmək hüququm var. Məsəl üçün, kimsə kimliyindən asılı olmayaraq, istər valideyn, istər müdir, mənə qarşı mənim şərəf və ləyaqətimə alçaldacaq sözlər deməsinə icazə yoxdur. Məsəl üçün, belə bir hal baş verərsə, mən məhkəməyə belə müraciət edə bilərəm. Pedaqoji şuranın işində iştirak etmək mənim hüququmdur. Yəni pedaqoji şura da kimdir? Pedaqoji işçilərdən ibarət şuradır və bütün işçilərin orada iştirak etməsi vacibdir. Çünki belə deyək də, orada bağçamızla bağlı qərarlar qəbul edilərkən mənim də orada olmağım təbii ki, lazımdır və həm də mənim hüququmdur. Getməyə də bilərəm, amma daha çox təbii ki, bizi ora iştirak etməyimiz tövsiyə olunandır. Məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurasının sədrliyinə seçmək və seçilmək. Pedaqoji şuranın sədrini seçə bilərəm, özüm də namizədliyimi irəli sürə bilərəm. Amma bizdə bilirsiniz ki, daha çox müdirlər olur pedaqoji şuranın sədri, amma tərbiyəçi müəllim də ola bilər, metodist də ola bilər, istənilən şəxs ola bilər. Təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək. Bu da bilirsiniz ki, iş üsulu, iş forması, əyani şifahi praktik metodları seçmək. Təbii ki, bu zaman uşaq yönümlülüyünü təbii ki, nəzərə alaraq seçirik. Yəni də keyfimə görə seçmirəm ki, nə seçəcəyimi, hansı məşğələni necə keçəcəyimə mən qərar verirəm. Elmi eksperimentlərdə iştirak eləmək, ixtisasımı artırmaq, yeni ixtisas almaq, ixtisas dərəcəsini yüksəltmək. İxtisasını artırmaq deyəndə burada ikinci ali təhsil, ikinci təhsil nəzərdə tutulur. Yeni ixtisas almaq, ixtisas dərəcə, məsələn, magistratura oxumaq, doktorantura oxumaq kimi hüququm da var. Və mükafatlandırmaq, tərtib olunmaq, yəni yaxşı işləmişəmsə ilim müəllimi, yaxşı tərbiyəçi müəllimi kimi mükafatlandırma kimi istəyim də ola bilər, belə bir hüququm var. Bu mənim hüquqlarımdır. Var təhsil verənlərin vəzifələri, yəni tərbiyəçi müəllimin vəzifəsi. Vəzifəmizdəki sayı hesabı yox. Vəzifələrimiz bizim borcumuzdur müəllimlər. Baxın, hüququm belə deyək də, istəsəm məsəl üçün, mən şərt deyil ki, Cahan müəllimə gedib ikinci dəfə ali təhsil almalıdır. Şərt deyil ki, gedib ikinci ixtisas almalıdır, gedib magistratura oxumalıdır, doktorantura oxumalıdır. Var elə bir şərt? Yox. Mükafatlandırmaq, tərtib olunmaq. Hamı normal bağçada işləyirmi? Yox. Sonra başqa məsəl üçün, forma metodlardan istifadə. Yəni, bunları istəsərəm bunu eləyərəm, istəməsəm edəmərəm kimi yadda saxlayırsınız. Amma vəzifələrimiz bizim vəzifə borcumuzdur. Vəzifəmi doğru icra etməsəm, qanunçuluq etik prinsipini pozuram. Vəzifəmi doğru icra eləməsəm, pozsam vəzifə funksiyamı töhmət ala bilərəm, hətta işdən çıxara bilərəm. Mən sizə belə balaca onların açar sözlərini də yazıb göndərəcəm. Ataram lap belə yazılı şəkildə Telegrama da, hamı oradan götürər. Hüquqları belə yadda saxlaya bilərsiniz də. Seçmək, seçilmək hüququmdur. Sərbəst olmaq hüququmdur. Təmin olunmaq, fikirlərimi ifadə eləmək hüququmdur. Sonra metodlardan istənilən metoddan istifadə eləmək mənim hüququmdur. Yəni bir növ seçim mənim əlimdədir, ixtiyar mənim əlimdə olan cümlələrdə əsasən rahat şəkildə seçirsiniz siz onları hüquqlara. Bəs vəzifələri necə ayırırıq? Vəzifələrimiz bizim vəzifə borcumuzdur. Vəzifələrimiz yerinə yetirməliyəm, təhsil verməliyəm, təmin eləməliyəm, tərbiyə eləməliyəm, aşılamalıyam, riayət eləməliyəm, qorumalıyam, əməl etməliyəm.
Gördünüz, hamısı borcumdur. Yəni mənim vəzifə borcum belədir, boynumun borcudur. Bunu eləməsəm, bunu eləməsəm, belə deyək də, işdən hətta azad ola bilərəm. Sonra təhsil verənlər vəzifələrinə gəlib bir-iki dənə cümlə ilə də baxaq. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak eləmək. Dövlət sahəsində dövlət siyasətini həyata keçirmək nə deməkdir? Yəni dövlətin mənim qarşıma qoyduğu əmək funksiyamı canla başla yerinə yetirməliyəm. İxtisasımı artırıb, peşəkarlıq səviyyəmi yüksəldib, sertifikasiyadan keçmək. Bu da attestasiya sözü yadımdan çıxıb dəyişməmişəm. Sertifikasiyadan keçmək mənim vəzifə borcumdur. İxtisasını artırmaq deyəndə nəyi nəzərdə tutur? Yəni yeni biliklər öyrənmək, yeni metodlar öyrənmək. Məsəl üçün, Vygotsky, Piaget, deyəcəm ki, mənim vaxtımda belə bir şey yox idi. İxtisas artırmaq bu mənadadır. Sonra bu şeylərə təzə nəzəriyyələri, təzə yanaşmaları, təzə kurikulumu öyrənib, peşəkarlıq səviyyəmi yüksəldib, sertifikasiyadan keçmək mənim vəzifəmdir. Dövlət təhsil standartlarına uyğun olaraq təhsil alanların, yəni uşaqların zəruri bilik, bacarıq, həyati bacarıqlarına yiyələməsi təmin etmək mənim vəzifə borcumdur. Məktəbəqədər təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına əməl eləmək, yəni bayaq dedim sizə, bağçanın daxili nümunəvi nizamnaməsi olur, ona biz əməl eləyirik. Və əmək müqaviləmdə nəzərdə tutulmuş vəzifə borcum nədir? Tərbiyəçinin vəzifə funksiyası nədir? Onları yerinə yetirmək mənim vəzifə borcumdur. Sonra təhsil alanları Azərbaycan xalqına, dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, Azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə eləmək mənim vəzifə borcumdur. Yəni belə deyək də, nə olsun ki, mən müəlliməyə, daha doğrusu, yəni müəlliməyəm. Axı Azərbaycan vətəndaşı yetişdiririk. Bu həm də bir də valideynlərin də vəzifəsidir. Yəni uşaq mənimdir, özüm bilərəm, yox. Hər bir uşaq Azərbaycan vətəndaşıdır və o Azərbaycan adət-ənənəsinə, Azərbaycançılıq ruhunda, Azərbaycan dəyərlərinə uyğun şəkildə tərbiyə olunmalıdır. Sonra uşaqların şərəf və ləyaqətinə hörmət eləməli, pedaqoji etika, əxlaq normalarına riayət etməli və təhsil işçisinin adını yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməliyəm. Bu bir növ bayaq dediyim kimi o qanunsuzluq etik prinsipini də xatırladır bizə. Yəni müəllimənin vəzifəsi bunları müəllim olmağını, ziyalılığını göstərməli, müəllim adının nüfuzunu yüksək tutmalıdır. Və uşaqları bax deyir ki, bu arada təhlükəsizliyini təmin etmək, onların sağlamlığını qorumaq prosesində iştirak eləmək və onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq. Bayaqki uşaqların hüquqları gəldi çıxdı, burada mənim vəzifəm oldu. Uşaqların təlim tərbiyəsi ilə bağlı valideynlərlə əməkdaşlıq etmək. Bu pedaqoji prinsiplərdən təlimin təşkilinə verilən prinsipimizdir bizim. Həm də mənim vəzifə borcumdur. Ki, istəyərəm valideynlə əməkdaşlıq eləyərəm, istəmərəm eləmərəm kimi bir belə deyək də seçim haqqım yoxdur. Əgər seçim haqqım olsaydı, onu mənə hüququn içində verərdilər. Düzdür? Yox, bu valideyn mənim xətrimə dəyib, yox, bu valideyn belə elədi, elə elədi, ona əməkdaşlıq eləmək istəmirəm kimi yox. Mənim kim olursa olsun, bütün valideynlərlə əməkdaşlıq etmək vəzifə borcumdur. Sonra təhsil alanları dövlət standartları əsasında məktəb təliminə hazırlamalıyam. Bu da mənim vəzifə borcumdur və müəyyən olunmuş ildə bir dəfə tibbi müayinədən keçmək. Hansı ki, o bütün bağçalarda, hətta məktəb müəllimlərinin belə yay aylarında bizi tibbi müayinəyə göndərirlər. Biz orada gedib həkimlərdən keçirik. Sağlamlıq haqqında arayış alıb aparıb bağçaya, məktəbimizə, müəllim sizə məktəbə, bağçası bağçamıza təqdim edirik. Bu da mənim vəzifəmdir. Yəni biz ki, uşaqlarla işləyirik. Ümumiyyətlə, yəni sağlamlıq haqqındakı kağız bütün müəssisələrdə tələb olunan bir şeydir. Və gəldik valideynlərin hüquq və vəzifələrinə. Valideyn hüquq vəzifəsi təbii ki, birinci hüquqlarından danışaq. Deyir ki, valideyn övladı üçün istənilən müəssisəni seçmək hüququ var. Yəni heç kəs onu məcbur edə bilməz ki, gəl apar bu uşağımı filan bağçaya yazdır. Sonra uşağın yazdırdığı, qoyduğu bağçadan təhsil prosesinin təşkili ilə, tədrisin keyfiyyəti ilə, sonra maraqlanmaq hüququ var valideynin. Yəni bağçanın içi necədir, yeməklər necə hazırlanır, harda yatır, harda durur, otaq necədir? Gəlib valideynin baxmaq hüququ var. Sonra
uşaqların hüquq və maraqlarını müdafiə etmək, məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək. Bu valideyn şurasıdır. İndi valideyn şurası yox, daha çox indi valideyn qrupları və komitələr var. Ən çox yəni orada iştirak eləmək, övladının bağçasının daha doğrusu idarə olunmasına təkliflər irəli sürmək hüququ var. Bağça ilə əməkdaşlıq eləmək, tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı, maddi-texniki bazanın yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürmək və könüllü şəkildə yardım eləmək hüququ var. Yəni istəsə valideyn könüllü şəkildə yardım eləyə bilər. Məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şura iclaslarında məşvərətçinin səs hüququ ilə iştirak eləmək. Bu da pedaqoji şurada valideyn şurasından sədr seçilir. Onlardan bir neçəsi valideynləri təmsil eləmək adına pedaqoji şuraların iclaslarında iştirak edə bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə əlavə ödənişli xidmətlərin təşkili üzrə təkliflər irəli sürmək. Ola bilər ki, bağçada hansısa bir əlavə bir qrupun açılmasına, əlavə bir xidmətin açılması ilə bağlı valideynlər təklif edə bilərlər. Yazılı ərizə şəklində, sonra müdir onu daxili təhsil sektoruna göndərər, idarəyə. Oradan da qərar qüvvəyə minərsə, məsəl üçün icma əsaslı qrup tutaq ki, bu dəqiqə bizim bəzi bağçalarımızda da icma əsaslı qruplar fəaliyyət göstərir. Orada da işləyən müəllimlərimiz var. Həm bağçada yarımaklad işləyir, həm də elə bağçanın nəzdində icmada belə bir müəssisə, yəni belə bir əlavə, bu da ödənişli yazıb, amma icma bilirsiniz ki, ödənişli deyil. Sonra ola bilər ki, məsəl üçün əlavə kurs kimi belə deyək ki, fəaliyyətlər təşkil oluna bilər. Uşaqlarla aparılan iş barədə məktəbəqədər təhsil müəssisəsinin müdiri və tərbiyəçilərin hesabatlarını dinləmək. O illik hesabat deyilir, yekun iclasda onları da dəvət edə bilər. Yəni valideynin belə bir hüquqları var. Bu nümunəvi nizamnamədə əsasən götürülüb. Bəs valideynin vəzifələri nədir? Vəzifəsi təbii ki, övladını erkən yaşda fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmalı, onların məktəbəqədər təhsillə təmin olunması üçün məsuliyyət daşımalıdır. Bayaq qeyd elədiyim kimi, nə olsun ki, uşaq mənimdir deyir, oxutmuram, əl çəkin, yox. Sən Azərbaycan vətəndaşı böyüdürsənsə, mütləq şəkildə onu erkən yaşda fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmalı, onların məktəbəqədər təhsil təmin olunması üçün məsuliyyət daşıyırsan. Yəni düzdür, bağçaya göndərmək şərt deyil uşağı. Bilirsiniz ki, bu könüllülük prinsipidir. Amma ki, olar ki, mən istəyərəm ki, uşağım bağçaya getsin. Bağçaya getməsə belə, o erkən yaşda bu xüsusi inkişaflara, yəni həm əxlaqi, həm fiziki, həm intellektual cəhətdən hazır olmalıdır. 2. Övladlarını humanistlik, vətənpərvərlik, Azərbaycançılıq, əməksevərlik ruhunda tərbiyə eləmək yenə də. Nə olsun ki, mənim uşağımdır, amma mən Azərbaycan vətəndaşı yetişdirirəm. Bu tələblərlə, bu ruhda uşağımı tərbiyə eləməliyəm. Çünki bir Azərbaycan vətəndaşıdır, cəmiyyətin bir üzvüdür. Məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsinin tələblərini yerinə yetirmək. Bilirsiniz ki, bağçanın daxili qaydaları ancaq müəllimlər üçün yox, həm də valideynlər üçündür. Bəli, Təbriz Xəlilov yazılan bu müsahibədə də soruşulur. İmtahan da mövzusudur, ikisi birində. Sonra, məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər arasında bağlanmış müqavilənin şərtlərinə riayət eləmək, yəni uşağını bağçaya qoyanda müdir ona bağçanın daxili məsələlərini, şərtlərini, qayda-qanununu izah eləyir və sonra da ondan həmin o qanunlara, maddələrə, belə deyək də, tələblərə riayət olunması gözlənir. Yəni, belə deyək də, pis çıxmasın. Sonra qəşəng bir mövzu götürərik, onu da təhlil edərik sizinlə, sonra söhbət edərik, sağlıq olsun. Növbəti dərslərdə görüşərik. İndi dərsi də yükləyib qoyacağam YouTube-a. Siz də qəşəng videonu like edirsiniz, bəyənirsiniz. Mənə beləcə dəstək olsun. Mən də baxıram, görüm müəllimlər bəyənib, təzə dərs eləyim, yoxsa eləməyim. Qərarımı bax bu cür verirəm. Yaxşımı? İnşallah görüşərik.